Yo, arvadımın yox, arvadımın mehriban bibisi qızıdır. Bacımın ağzına verim. Anamın əmcəyinə itəliyim, Cavid. Atamın papağını çıxardım, papağın içinə töküm. Cavid, necədir, ləzzət eləyir? İlhamla irəli, mehribanla irəli. Halal zəhmətlə pul qazanır, qəhvən balaları. Yəni İlhamın mehribanı söydürürdünüz, pul qazanırdınız. Hala dostluğu tapdım, Elman. Ay Allah. Ya Allah. Mən bilmirəm, bunun arvadı getmişdi lotsuyla. İndi arvad getməsin deyənə lotunu evə getirdi saxlamağa, yoxsa neynədi? De, mən də Bakıda yoxam. Ona görə bəlkə axtarır ki, arvad qayıtsın, ikinci dəfə gedib. Ha, bitcə qeyrətin olsun da. Dayı atımı qoymuşam, qırağa Elşad, tikəni də qoymuşam. Deyirəm, nitron qədər qeyrətin olsun. Pulu ver söyləyirmi? Mənim işim, gücüm yox deyə. Mənim işim gedir, pulum var, evim var, nədən ofisim var. İşlər özü-özünə gedir. Dincəlirəm. Prosta mənə abidlə gəlir ki, kimsə orada burada gəlib götünə başına yaxar ki, mən bu kişiyə pul attım. Yo, o pulun haqqı ödənir, bala baba. Dilşad, eşidirsən Dilşad? Sən necə anasan? Necə anasan Dilşad? Dilşadın qızı. Bax ki, problem nədədir? Dədə, mən pulumu atıb. Problem ondadır. Ona görə sənin oğlun olmur. Dajə sən razıydın ki, suraqatla uşaq saxlasın, suraqat. Görsən, belə cinlər var, yaşamaq üçündür. Buradasa o qadının ona gələn ruhu tutub bura salmaq üçün Lamiyə var, Lamiyə. Lamiyə köhnə Yahudi kitablarında Adəmin birinci arvadı olub. O kərtənkələ tipli olub. O Lamiyə ayın gözə görsənməyən tərəfində deyir yaşayır. Kimisə doğmamaq üçün, nəsli artmamaq üçün doğuş söhbətinə aiddir də onun teması. O Lamiyənin ruhunu çağırırlar və ondan xahiş edirsən ki, bu qız misal üçün doğmasın. Abriyatları var, eləyirsən, sonra o adam doğa bilmir. Və yaxud oğlan doğmasın. Əsas odur ki, o Lamiyə Rus dilində ona, Rus dilində yox, Yahudi dilində ona Lilit deyirlər, Lilit. Çağırırsan Liliti, deyirsən ki, mən xahiş edirəm ki, bəzi o Svitnoy şamlar var, burada görsən, deyir, burada deyirsən. Bunların şamları var, ritualı var, bunlar Yahudi dilindədir. Yandırırsan şamları, abriyad eləyirsən, Lilitlə işləyəndə qara şamdanla işləyirsən. Hələ ki, balababanın qızının üstündəyik. Görürsən, bu belə şamlardır. Qarı ilə işləyirsən. Çağırırsan Liliti, deyirsən, mənim haqqımı yiyib, iş gördürüb, pulun vermir. Nəticəsi olub, qızı doğub. Doğmurdu da, başardı doğduraydı da. Məndən başqa bir kişi yox idi nəsli özdə. 100% sən özün qayırmısan onu, uşaq əmələ gəlib. Yəqin ərində impat etdiyi var imiş, Elman. Yox, mən şey eləməmişəm. Bizə necə, mən bilirəm ki, o qız xəstədir. Problemi var analığında. Mən kömək elədim, alındı da boşum, nədən, zəlzələdən, vəlvələdən, sən də xırdalığına gedmə. Güya arvadı gedəndə nədə onun adı? Balababa qeyrəti partlamışdı ki, nəsə olanda dəyişsin. Bundan boşatdırıb obisinə verirdi ki, liş bu doğsun. Bax, balababanın qızı. Neydi, adı da yadımdan çıxdı arvadının, indi dedim. Balababanın arvadı.